Hello dostlar, bugün sizlerle birlikte muhteşem bir vlog içindeyim. Bugün yine ben Kristal Akademi'nin konağıyım. Bugün bu bayramın bahar kızı benim. Sen ne güzel kızsan böyle. Kimsen sen? Benim ben bahar kızıyım. Gelin reks ve musikiyle özümü size takdim edeyim. Ne güzel, buyur. Bahar gelen demende bitirem göçemende. Bahar gelen demende bitirem göçemende. Ben baharın kızıyam kızıyam. Göğneği kırmızıyam kırmızıyam. Bana yok kanadım kızım manevi adım. Çölü yüzü bezerim hem delere gezerim. Ay gezerim ay gezerim. Bana yok kanadım kızım manevi adım. Çölü yüzü bezerim hem delere gezerim. Ay gezerim ay gezerim. Sizi hoş günlerle salamlayıram. Burada benim xüsusi missiyam var. Novruzun əsas ünsürü olan 4 ünsürü, yəni su, od, hava və torpağı qovuşturmalıyam. Bunlar qovuşmasa bahar tam gələ bilməz. Siz mənə bunda kömək edərsiniz. İlk öncə mən suyu tapmalıyam. Hoş gəlmisiniz su çərşənbəsi. Hoş gününe gelin Bahar kız. Necəsin? Yaxşısınız, necəsiz? Yaxşıyam. Bahar kız, sen bilirsən ki, həyatda, bəşəriyyətdə ilk yaşayış, həyat sudan Bəli, başlayır. əlbəttə ki. Ona görə də bu müqəddəs suyu qoruyub saxlamaq lazımdır. Qoy bu suyu indi mən sənə verəcəm. Qoy bu su elimizə, obamıza ruzi bərəkət gətirsin. İndi isə mən odu tapmalıyam. Hoş gəlmisən, o çərşənbəsi. Hoş gördük Bahar kız. Sen de vətənimizə, ölkəmizə xoş gəlmisən. Çox sağ olun. Mən səndən ilham alaraq bildirmək istəyirəm ki, o həyat simvoludur. Kədəri, çətinlikləri yandırır, yeni gözəlliklər, yeni başlanğıclar gətirir. Mən də sənə odu təqdim etmək istəyirəm. Tamam.
bizim yurdumuza, yuvamıza. Sağ ol. Mənim missiyam bilirsən ki, küləkdir, bəli. Mənim də gözəl bir missiyam var. Mən ağacları tozlandırıram, yaşıllıqlar edirəm. Bu mənim böyük bir missiyamdır. Bəşəriyyəti yaşıllaşdırıram, gözəlləşdirirəm. Təmiz hava, sağlam ruh Novruzun bir hissəsidir. Və bu gözəl bayramımız, Novruz bayramı xoş gəlmişdir. Sağ olun. Nəhayət ki, torpaq çəşəbəsi. Torpaq bərəkətdir. Torpaq səməni, baharın elə simvollarından biri səməndə, torpaqda cücəlir. Qoy ölkəmizdə həmişə bollluq, bərəkət olsun. Buna görə də səməni sənə təqdim edirəm. Çox sağ olun. İyi bahar tam geldi. Gelin bütün ünsürlerimizi səhnəyə dəvət edək ki, baharımız tam gəlsin. Elindən saz gəlin, bir elində xonçası, açıb gülü gönçəsi. Bülbülə avaz gəlin, Novruz gəlin, yaz gəlin. Bülbülə avaz gəlin, Novruz gəlin, yaz gəlin. Kasa səndə gəlsənə, gəlib salam versənə. O torbanı ver görək, yumurtalar rəngbərəng. Hər biri can dərmanı, ver doldurak torbanı. Hər biri can dərmanı, ver doldurak torbanı. Keçsən, danışaram. Amma indi Novruz süfrəsinə geçmək istəyirəm. Amma bir şərtlə, tamaşaçılar belə alqışlayaraq danışasınlar. Var bayram konçası, hayırlı oyun eyler. Pazar gibi fakırdı. Akışta. Sonuncu çerşembenin akışta. Öz adı ilahırdı. Akışta. Atı çakır ilonla. Akışta.
Sevgidən danış bir şey istəyirəm. Səməni nə istəyirəm? Səməni sənə qurban. Gələn ömrümüz sağlıqlı, süfrəmiz bərəkətli olsun. Bəs tonqalımız necə olmayacaq? Əlbəttə, tonqalsız bayram olar. Novruzun ən dərin maariflərindən biri də tonqal üzərində tullanmaqdır. Benim için çok eğlenceli vlog oldu. Hamınızın burada Novruz bayramını tebrik ederim. Kanalıma abone olup like atmayı unutmayın. Bildirimleri de açın ki yeni videolardan haberdar olsun. Yeni videoda görüşelim. Bay bay.